Bir qolumu erməni vurdu, şikəst elədi, işləmir. Bir qolumda Sanfran polis şöbəsinin leytenantı Ələddin Babayev. Vurubda qolum əzilibdir. Tibbi ekspertizadan da rəyim var, baxan yoxdur işə. Deyə gözümüz görmür. Başımda, çiynimdən, sağ budum, sağ badımdan yaralanmışam, kör qəlpə yarası almışam. Şikayətim Sanfran polis şöbəsindəndir. Sanfran polis şöbəsinin post patrulu Ələddin Babayev tərəfindən döyülmüşəm, söyülüb təhqirə məruz qalmışam. Səbəb də ki, odur ki, meyvə satırdım. Hamı satdığı kimi mənə gəldi, yaxınlaşdı, agresiv danışdı. Mənlə danışdı. Sonra məni apardı şöbəyə, polis şöbəsinə. Nəzarət kamerasının qarşısında məni vurdu. Sonra otağa saldı, orada vurdu. Hələ çatanı döyürlər, çatanı şikəst eləyirlər, çatanı döyüb atırlar qıra. Niyə görə? Bu vətən üçün döyüşüb. Bunu yazıq deyir bu uşaqlar. Kütələrdə dilənirlər qazilər. 60'a yaxın qazi intihar eləyib özünü. Niyə gəlmisiniz ayaq üstə? Niyə görə eləməlidir bu qazilərin haqqını yeməlisiniz? Niyə yeyirsiniz haqqını? 80 manat veteranlıq verirsən, onu da vermirsən onlara. Onlara da çox görürsən. Müdafiə naziri otmusan milyonları yeyirsən sən. Ver qazilərin haqqını. Qazilər səndən nə istəyir? Mən 25 il pensiya almışam, bir gün Sahili babayım mənim pensiyamı. Sən niyə kesmirsən mənim pensiyamı? Nə əsasla kesirsən? Heç nə demirəm, bir dənə qəlpə çıxart bədənimdən, başımdakı qəlpənin birini çıxart, ya işə qaytar, ya bir nə bilim, nəsə eləyin də, bax bu sağ-sağ, bərbad vəziyyətdədir. Travmatologiya institutunun baş direktoru icazə vermədi əməliyyatıma, qısamlı əməliyyatına. Damarların arasında 22 dənə qəlpə var, mən insanam, yaşayamıram evcimə. Hadi evdə acından ölüb, bizi çörəklə, dərmanla sınağa çəkirlər. Allahın dərmanını çox görürlər bizə. Heç kim dərman vermir, müalicə eləmir, heç kim heç nə eləmək istəmir. Biz kimiyik, biz tullantı olub getmişik biz.